Bu dəfə tarixi günün səhərsində sizi salamlayırıq. Xoş gördük dostlar. Qarabağ Çempionlar Liqasının iştirak etdiyi ikinci dəfə ilk qələbəsini qazanır. Əsas mərhələlərdən söhbət gedir. Bütün futbol azarkeşlərini, bütün futbol ictimaiyyətini, Qarabağ cəmiyyəsini hər birini təbrik edirik. Azərbaycan adına böyük uğur idi. Xoş gördük Ziya, xoş gördük Rafael. Xoş gördük. Xoş gördük. Bizi izləyən, bizə baxan, bizə rəy verən, bizə dəstək olan hər kəsi də bu böyük oyun, bu böyük qələbə münasibətilə təbrik edirik. Bu gün bundan danışacağıq. Təbii ki, günah olar bundan kənardan nəsə danışsaq. Qarabağ Benfica, Benfica Qarabağ oyunundan ilk olaraq bizi kanalımıza abunə olmağa davam edin. Rafael həmişə statistikanı açıqlayır və o statistikanın 67%-ə düşüb. o getdikcə düşür aşağı. Möhtəşəm. Düşür, baxmayanlar bilməz nədir. Yəni bizi izləyənlərin, bizə bəyənənlərin əksəriyyəti abunə deyildi. 70 neçə faiz idi. Daha doğrusu 75 idi. o düşüb 67%-ə. Bunu biraz da aşağı salaq gəlin. Bəli. Dəstək olun. Biz qısa müddətdə 5000 abunə sayını da keçdik. Rəyləriniz çox gözəldir. İzləyirik. Fikirləriniz çox bizim üçün vacibdir, önəmlidir. Ona görə dəstək olun. Təbrik edirəm uşaqlar Qarabağa. Çox sağ olun. Qarabağ deyəndə klublara ayrı eləmirik. Həmişə bunu dəfələrlə vurğulayaq da bu Neftçi də olsa, Sabah da olsa, fərq etmir kim olsa. Yəni Azərbaycan futbolu adına ölkə prezidentindən tutmuş sıravi şəxsə qədər hər kəsin sosial şəbəkəsində paylaşdığı Qarabağ. Bir post oldu. Bir Bəli. ad oldu. Bəli. Qarabağ. Hamı dedi, təşəkkür eləyirik sizə. Qurban Tarixi qələbə. Bakıya qaydanda futbolçularına da təşəkkür elədi. Tarixi qələbə idi. Bunu Bəli. tarixi eləyən nə idi? Bunu İlk tarixi eləyən- qələbə, geri dönüş. Ay sağ ol. Başqa İlk qələbədən əlavə geri dönüş o, idi. Yəni o və kimin başqa bir üzərində şeydir. geri Yəni dönüş? Ziyanla biz oyun axşam baxa-baxa söhbət edirik. Məni niyə çağırmamışsınız? 2-0-dan sonra sən başın qaçır. Gedirəm bilmirəm. Hə, belə olmaz. 2-0-dan sonra biz dedik ki, ayda 4-5 dənə olacaqdı. Çünki çox rahat qol vururdular da. Yəni başlayan kimi 5-ci dəqiqə, 16-cı dəqiqə 2-0 belə deyək də həvəsdən düşdü yəni oyuna baxa-baxa. Gənclərin məğlubiyyətindən sonra. Hə, gənclər 7-1 7-1 uduz axı. Onu qatmayaq da uşaqlar da indi uduzublar və Yox, onlar niyə görə? Dedi Aha, ki, 1-7 hə. yəni onlardan sonra əsas heyətdə gəlib böyük hesabla uduzacaq. Belə deyim də, amma elə bir 2-0-dan yox idi, yəni sonra proqnozunuz yox idi. Var Mənim var idi. idi, Mən proqnozum var 1-3 1-4 idi. hesabı ilə məğlubiyyət gözləyirdim. mən də 4 dənə Qarabağın qol vuracağını düşünürdüm. Onu mən də gözləyirdim. Qarabağın qol Onu vurmağını. heç biz əvvəldən Fənərlə oyundan sonra Benfica-nın yadına gəlsəydi, hamımız həmfikir olduq ki, bu Qarabağ o Benfica-ya qol vurar. Təbii ki. Aha. Hə, Ziya nəsə belə Hə, Sən- belə dərindən hazırlaşır. Hə, tamam, buyur. Buyur, sənin ziyarət fikirlərini sonra biz Bax, özümüzdə bildirəcəyik. İlk öncə ondan başlamaq istəyirəm ki, dünənlərə şərhdə Tural Dadaşov idi, onu da salamlayırıq. Oyun bitəndən sonra Tural Dadaşov nə dedi? Qarabağ Benfica-ya qoydu meydanda ürəyin. Hə. Belə Yox, bir Benfica, açılış hə. elədi. Yaxşı idi, yaxşı cümlədir Turalı. Salamlayırıq. Ümumi nə demək olar? Oyun haqqında doğrudan da çox şey danışmaq olar. Hələ ki bir qısa belə deyək ki, oyun icmalı eləyək. icmal etmək istəyirəm. Oyunu bu dəfə tam olaraq fərqli bir planla Qurbanov Benfica-nın qarşısına çıxmışdı. Bu plana da irəliləyən dəqiqələrdə toxunacağam. Nələr dəyişilmişdi, nə idi və Qurbanovun bu oyun planı tutdu. Doğrudan da yəni ki, heç kim gözlənilməyən bir halda 2-0-dan sonra artıq bir qədər qorxmağa başlamışdıq ki, böyük hesablı Böyük məğlubiyyətə gedər. Ondan sonra belə deyək, oyunun ipini bir qədər Qarabağ əlinə aldı ki, standart vəziyyətdən qol buraxmışdıqsa, standart vəziyyətdən də elə qarşılıqdan Andrade fərqləndi. Artıq 2-1 olandan sonra oyunçular özləri də başa düşdülər ki, İnandılar. nəsə edə bilərik. Doğrudan da bu nəsənin ardı çox yaxşı gəldi. İstəyirsən Ali, sən də öz fikirlərini denən, mən də Yox, gəl belə yavaş-yavaş müzakirə formatında elə aparaq. Sən başdan başlayaq. Sənin o dediyini az sonra deyəcəm fərqli yanaşman da məsələsi. Bəli. Onu mən bildim sən nəyə deyirsən. Bu vaxtda söhbətimiz də olub. Ya açaq da onu geniş Açaq. miqyasda. Yəni nə görmüşük? Ola bilər ki, sizin fikriniz fərqli ola bilər. Nə gördük? Qurban Qurbanov bu Benfica qarşısında səhvləri, mümkün ola biləcək müdafiədəki səhvləri bilirdilər onun komandası. Bəli. Taktiki analiz edən komandası bilirdi ki, bu səhvlər, bu pressing bəhrəsini verəcək və səhv eləyəcək. Ona görə Vabanka getmişlər ilk dəqiqələrdən. 4-cü dəqiqəyə baxın. Qarabağ rəqib qapıçısından müdafiə və qapıçılar, Trubin və oyunçular müdafiəçilərin əhatəsində 4 futbolçu var idi. Hətta Bəli. bəzi epizodlarda 6 futbolçuya qədər bir kvadrat da demək, başqa bir formada bir fiqur yaratmışdılar ki, o zonada, müəyyən bir zonada. Ki bundan topu alıb pressing edib nəsə eləyə bilərik. Bu Vabank idi Qurban Qurbanovun Bəli. və bu Vabankın acısını
Korner demirəm onun nəticəsi idi, amma ikinci qol onun nəticəsi idi İkinci Qarabağ qol, qapısında. Bəli, tamam. Rafael, xahiş eləyəcəm epizodun şəkli ilə həmin qolun əvvəldən axıra qədər Bəli, bəli. fikir versəz ilk dəqiqələrdən indi fotonu görəcəksiniz. Dörtlü presinq var. Müdafiənin Benfica müdafiəsinin sağ cinahında, amma nəticə nə olur? Sol cinahda Benfica müdafiəsinin boşluq bir dəhliz olur və bu Qarabağın yarım müdafiəsinin hansı ki mərkəz yarım dairə ətrafında olmalı oyunçusu daha irəli şığıyıb presinq Bəli, edir deyə bir dənə adam qalmışdı. boşluq orada da, olur və yaxud da Yankoviç. orada bir adam qalır, bir adam qarşılayır. Bəli. Belə də dəhliz yaranır və oradan gələn sağ Yarıb çıxırlarsa. yarıb çıxırlarsa, əgər yarıb çıxırlar, Benfica da bunu bacarırdı onsuz da. Çünki üç bucaqlarda çox yaxşı oynayırdılar ilk hissədə və 2 qol və ondan sonrakı dəqiqələrdə, müəyyən dəqiqələrdə. Və onu yarıb çıxırlarsa və bu avtomatik boşluq idi Qarabağ cinahından ki, bu da qolla nəticələndi. Qolda Bəhlulla Medinanın toqquşması, orada Bir-birinin başa düşməməsi Bəli. ola bilər. Bəhlul da əla keçirdi oyunu, möhtəşəm divar idi. Medina onsuz da bu Sondakı mövsümü xilası Oydu. yəni başqa Hə, bir şey zərbə. yox. Bəhlul neynədir oyunun son dəqiqələrində? Yəni Bəhlul prime dönəmini xatırladır. son dəqiqələrində qapıya zərbələr. Onu Amma çıxart- əvvəldə fikir verirsinizsə, bax yenə də deyə bilərlər ki, qapısı formasını verdi onun axırda fikir niyə? verdiniz. Hə, yəni o ki, sevinə o görə. sevinə görə. Bir dənə Bəhlula fikir versəz, Bəhlul bəzi epizodlarda hətta oyunun əvvəlində fikirlər var idi ki, Bəhlul yenə də çaşqınlıqdır, tək Bəhlul yox deyə. Bir-iki epizodda komandanın ümumi Bəhlul da onun içində gözə çarpdı ki, hə, Həyəcanlıydılar. top ayaqda qalmırdı. Bax orada artıq o taktiki planın, Vabankın və ümumi Benfica oyunçularının çox rahat şəkildə o boşluqdan yararlanmasının bir bədəli idi o səhvlər. Çox rahat Çox gəlirdilər. Və ona görə də məncə Ziyan da o fikrə gətirəcəkdi ki, Bəli, yəni bəli, elə ona toxunacaqdım. Qurbanov bu dəfə nə etmişdi? Komanda olaraq bilirik ki, Qarabağın yarım müdafiəsində hal-hazırda Ramao kimi dağıdıcı oyun stilində bir futbolçu yoxdur. Yəni bu hal-hazırda qəbul olunandır Bikalyon ki, bəyənmirsən? Pedro yox, bəyənmək fərqlidir. Bikalyo sırf 6 nömrə kimi oynaya bilmir. Bağlamırdı oranı. Bikalyo Bəli, hə. 8 nömrə kimi oynayır və Yankoviç də eyni profildədir. Bikalyo da eyni profildədir. Yankoviç biraz dağıdıcı. Yankoviç dağıdıcı, biraz yaradıcıdır da. Bikalyo da Bikalyo da yaradıcıyla yaradıcıdır. dağıdıcının ortasındadır. Yəni hər iki işi də mükəmməl. Düzdür, dünən yaxşısı oyunun ən seçilib. yaxşısı seçilib. Dünənlər də oradan da yaxşı oynadı. Ancaq Qarabağda gəl bunu qəbul eləyək ki, Ramao kimi deyil heç bir futbolçu. Yankoviçdən danışmağın, yəni möhtəşəm dünən onun Çətin Yankoviç ötürməsi. qala bu klubda. Yəni Yankoviçi dünənki o ötürməsi nə ötürməkdir? Uzun Kross-sansa, ötürmə, Modric-sənsən, o nə ötürməkdir verdin? Özdə fikir verdin, arxayın. Arxayın, Əlini yəni qoyub qulağını belə dinlə, də olmalıdır Belə də da, olmalı idi. Yax kimi sürüşdü ötürmə. yarım müdafiənin mərkəzində dağıdıcı olmadığına görə Qurbanovun tapşırığı bu idi ki, irəlidə sıxırıq. Mütləq. Vabanka gedirik əli sən demişkən. Ancaq topu çıxarsalar, yarım müdafiə qarşılaya bilsə qarşılayacaq. Ancaq Benfica kimi, Rios kimi bir hücum sənin cinahda futbolçun varsa, Riosun sürəti Çox yəni, dəhşət. çox möhtəşəm idi və oyun boyu ancaq Zubir və Elvin cinahından demək olar ki, Sol cinağı gəlirdilər. paraliz elədilər. Bəli, Zubiri rahat keçirdilər. Elvin də müdafiəni artıq ikinci hissədə yaxşı Hə, oynamağa bir də ki, başlayır. o Buyur, deyim Rafael. sən dəstək, o Elvin həqiqətən məsələn həmişə bütün oyunlarda fikir vermisənsə, önə çox qoşulurdu Zubirin yanına. Burada demək olar ki, çıxmadı. Bəli. Tapşırıq ondan ibarət ki, sol cinağı buraxma. Boşluq demək olar ki, Elvin Yaxşı məqama toxunur, hə. Hə, yəni Elvini Elvin daimi olaraq öndə görmədik də. həm hə, önə Arxada çox idi. gedirdi. Bu oyunda isə əksinə önə getmədi. Demək olar ki, arxada oldu. Qurbanovun tapşırığı idi. Hə, məsələn, amma birinci qolda da küncdən zərbədə Elvinin səhvi. Elvini Ay, çıxara O- bilərdi onu. Elvin çünki Elvin xəttdən arxada idi. Əslində həmişə necə düzülür? Sinəsini qabağa verir. hə, həmişə fikir vermisənsə bütün futbol klublarında 2 dənə oyunçu olur. Yəni sol və ya sağ cinah müdafiəçilər olur. Həmişə qapıçının boş yerlərini saxlayırlar. Xəttdən biraz öndə olurlar ki, top gələndə sinələrinə dəysin. Bəli. Elvin arxada idi deyə sinəsində çox qabağa verə bilmədi. Niyə görə? Çünki yıxılırdı deyə həm əlinə də dəyər. Bədən bilərdi. hərəkəti O, işdə də nədən Hə, qorxurdun, o bir Rafael? addım qabaqda olsaydı var, xəttin üstündə və ya arxasında Mən o qabaq topu deməzdim. götürəcəkdi. Rafael nədən Ötesi. qorxurdun? Bir dənə onu deyim. Dedim ki, birdən Elvin olardı da Qırmızı instinktlə ala. əlini salardı o topa. Olardı, yəni insandır da, futbolçudur. Yox, hələ olur da yəni çox ki, nizam insanlı olur. Yox, düzdür. Elvin oyunu bəyənir, amma insandır da, yəni instinktdə olur. Yox, həmin Başa həyəcanda, həmin adrenalində həyəcanda fikirləşəmirsən. adam əlini salmaq istəyir. Birdən də əlinə top dəyərdi. Orada birbaşa qırmızı və penalti olardı. Yəni oyun oyun bitəcəkdi ondan da. Amma- Braga ssenarisi olmayacaqdı. amma yəni ki. Elvin də möhtəşəm keçirdi. Bir dənə məsələ, bax o Elvini dediniz. Elvin orada Rafael qabaq yox, əksinə lap bir addım öndə olsun, amma dirəyə bitişik olsaydı.
Adətən ikinci zərbədə necə olur? Oyunçu Dirəyi əli ilə tutur, biraz bir sinəsinə məsafə. verir qabağa. Burada biraz dirəyə bitişik değildi də. Yəni Hətta məsələn arxada idi. Orada o top epizodda da gördün hardan keçdi? O onunla dirəyin arasından. Bəli, bəli. O boşluqdan keçdi. Onu bir cür bağlaya bilərdi. Bir o xəttin önündə olsaydı. İndi bu şey həmin hissəni qoyacağam bu videoda da baxarsınız ki, Elvin xəttdən arxada idi. Yəni Elvin xəttdən qabaqda. Siz Qarabağın buraxdığı qollar elementar səhvlərdən oldu da. Yəni məsələn o Elvin əslində düzgün mövqe seçsəydi orada bir addım qabaqda olsaydı, xəttin önündə olsaydı o qol olmayacaqdı. Üçüncüdən zərbədən o qol Amma buraxılmayacaq. Amma Hər nə də məsələn şeydə də Medina ilə Behlulun orada bilirsən o elementar Behlul bitər. Behlul nə dedim mən? Behlul o qədər türklərə baxdıqca axşamçağı Behlul dedi. vəziyyət nədir, Rafael? Bəli. Hər bir şeyi mən kənara qoyuram. İkinci topu da buraxdıq. Bəli. Orada da elementar səhvlərimiz oldu ki, Bəhlulun qaytardığı top Medinanın ayağına dəydi, Pavlidis'in önünə düşdü. Yox, Medinanın qaytardığı Medinanın əksinə oldu. Playoff'da Benfica kimdən oynamışdı? Fənərlə. Fenerbahçe ilə. Türk klubları çox zaman Azərbaycan klublarına yuxarıdan həmişə baxırdılar, artıq qəbullanmağa çalışırlar. Türk YouTube kanalları Qarabağın üzərindən vibe toplayır, Bəli. videolar çəkirlər, Bəli. videolar yaradılar Bəli. və artıq belə deyək ki, Qəbullanırlar. bunu qəbullanırlar yavaş-yavaş. Bu Və Fenerbahçe nümunə gətirirlər. Bu Fenerbahçe Yaxşıdır, qoy 2 olsun. oyunda 180 dəqiqə, üstəgəl əlavə olunmuş ümumi 10 dəqiqə. 190 dəqiqə ərzində Qapıya keçir. çərçivəyə ya 1 və yaxud da 2 zərbə İki endirə zərbəsi bilmişdi var. Benfica'nın qapı çərçivəsinə. Biz ona baxaq ki, Benfica'nın meydanında Qarabağ çərçivəyə Benfica'dan daha çox zərbə endirdi. Bəli. Və Benfica 2 Nitsa ilə oyunda, 2 Fenerbahçe ilə oyunda qol buraxmamışdı. Qol buraxdığı 5-ci oyun Qarabağdan oldu, 3 top buraxdı. Yəni, bu o deməkdir ki, Baş məşqçini istefaya göndərdilər. Getdi də. yəni. Bruno Lage getdi. Bruno Lage getdi və Bruno Lage'ın yerinə kimin göstərilir? Marinho. Marinho. Hər yeri düzəldi, bir dənə qalır Benfica. Onun Benfica'da bitməyən yarımçıq qalan bir işi var axı. O vaxtı gəldi, bir ay baş məşqçi oldu. Sonra prezident seçkilərindən sonra qovuldu axı. O ağılları Təzə- varsa, Rui Koçda 3-cü topdan sonra neynədir? Havalandı ya bildi. Bilmirəm, Azərbaycan Söyüşün biri bir qəpikdən Sən idi. elə Orada oxşatdın Portuqal ki- dilində söyüşü mən bilirəm, P hərfi ilə başlayanda o deyir. Orada onu dilinə Onu da gətirdi. bilirsən, amma- Hə? Onu da bilirsən, Hə, deyir. əlbəttə Hə. ki. Braziliyada yaşayıb da Rafael Mişar. Deyir, biri yazmışdı ki, belə bomba məşqçisi Santos Sportdadır, götürsünlər. Dünən Rui Koçda 3-cü topdan sonra, yəni dəhşət Sonra bir şeylər azarkeşlər oldu. ağ dəsmal çıxartdılar. Ağ istefaya dəsmal səslədilər çıxartdılar, baş yəni məşqçini. Bruno Lage oyundan qabaq da Rafael, mən sən öz analiz videonda demişdin ki, Qurbanovdan mənim fikrimcə zəif məşqçidir Bruno Lage. Qurbanovun oyun Eyni stili stildə oynayırdılar əslində ikisi də. Amma mənə Tamam. görə yəni ki, Qurbanov Lagedan güclüdür. Bunu da sübut elədi. Bəli. Qarabağın oyununda dünən hər şey doğrudan da yəni ki, şokda idim. Yəni 2-0-dan sonra desəydilər belə, ən İnanmazdım, optimist futbol azar ki, inanırıq, məsələn, inanmaq istəyirik ki, hə, nəsə olar, amma biz çox az geri dönüş görürük axı. Bəli. Üstəlik olaraq Benfica-nın meydanında və yaxşı transfer mövsümü keçirməmiş bir Qarabağ. Bu heyətdə məsələn deyirəm, Bayer Leverkusenin oyunda olduğu Juninho yox idi, Romao yox idi, Benziye yox idi, Veşoviç yox idi. Bəli. Yəni bu qədər Qarabağın əsas sütunları gedəndən sonra Qurbanov yenə də bunu edə bilirsə, doğrudan yəni Deməli bir sözlə sistem işləyir. sistem işləyir, o qurulan bir sistem öz yerində fırlanır. Ancaq İfaçılar dəyişir. bəli, yenə də mənə görə çatışmayan cəhətlər var idi. O çatışan cəhətlər olsaydı bəlkə də Qarabağ Benfica'ya çox top vurardı. Hansı ki, adi birini deyim, Kadi meydanı Duranın mərkəzindən hara kimi gəldi. Bəli. Duranı pas atdı. ötürdü və çıxdı, elə mövqe açıldı. Kadi yəni möhtəşəmdir də. Yağ kimi atdı. Yəni ötürdü, getdi dayandı ki, mənə ötür, mən vurum. Hə. Yəni, Hə, şey deyirsən sən. vermədi, əliyəndə İkinci hissədəki beləsə də. epizodu. Yo, birinci hissədə. Duranın vurduğu, yaxın küncə vurduğu zərbəni deyirsən. Hə, birinci Ha, hissədə. so. Orada Kadi topu gətirdi. Bəli, bəli, bəli. Ötürdü Durana. Durandan nə lazım idi? Divar rolu lazım idi. Bir dənə ötür, mən vurum. Duran sol, qapıçının sağı boş idi. Hə, sol yaxın küncünə vurdu. Üstəlik solaxay bir futbolçu üçün o küncə vura bilərdi. Ancaq indi qapıçının tribün də yaxşı seyv etdi. Kadi daha sonra əlindən göstərdi ki, mənə vermək lazım idi. Yəni elə epizodlar hər oyun yaranmır.
elə epizoda bəlkə də Amma başa Qarabağda düşmür. ikinci epizodda eyni formada yaranır. Eyni. Ferencvarosla oyunda Kadyeni aldı, Kadye, topu ha. gətirdi, atdı Musa Qurbanlıya, Musa Qurbanlı vurdu. Amma bir dənə məsələni də deyim. Solaxa. Duran hələ ki komandaya tam öyrəşməyib. Bəlkə Bəli. də Kadini tam başa düşmür. Burada Duranı da qınamıram. Yavaş-yavaş Cəmi ikinci 90 dəqiqəsində Hmm, Yavaş-yavaş ikinci tam 90 öyrəşəcək. Əsas Biz Bəli, Zirənin əsas. oyunda da Rafaellə vlog çəkmişdik. Bəli. Zirənin oyunu axıra kimi izlədik. Orada nəsə etməyə çalışırdı, ancaq Zirə ilə oyunda Rafael nə qədər zərkeş var idi? 3000, 4000 demişlər bilet satıblar, amma Boş yox idi idi. Bu stadion. stadion heç 1000 nəfər olsa böyük. Yox idi 1000 Ha, nəfər. yox idi. 600-700 nəfər Bu adam kimə var. satılır orası? Bilmirəm. Yəni. Bizim vloqumuz oldu və Leysan Bəli, yağışın. Leysanda bir Ola bilər, havaya oyun görə keçirildi. gəlməmişdi. Amma Qarabağa biz belə dəstək oluruqsa, gəlin stadiondan da dəstək olaq. Bəli. Biz siz necə bir oyunu mən demirəm, mən idman jurnalisti olaraq mən də ya, kimsə qınaya bilər ki, mən özüm də. İndi efirlə bağlıdır, digər işlərlə bağlıdır. Hər oyunda mətbuat konfransı, çempionat söhbət gedir də, Avrokubok oyundan getmir. Ola bilər ki, hə mən də hər oyunda olmayım. Bu yəni danılmaz faktdır, amma müəyyən oyunlarda oluruq. İşimizlə bağlı və yaxud belə həftə sonu baxmaq üçün də gedib keçirik. Mənə elə gəlir ki, bax yaxşı çağırış elədin. Gəlin İndi çempionat oyunu oynayacaq da. 2 həftə sonra ayın 1-də Kopenhagenlə oynayır. Onun ərəfədə də çempionat oyunları var. Bəli, bəli. Çempionat oyunlarının birində bax bu azarkeş kütləsi, bu gün hava limanında qarşılayanlar oldu. Media nümayəndələri, bəli, başqa bəli. azarkeşlər. Bu azarkeş kütləsi müəyyən bir nəfər, bizi izləyənlər, digər podkastları, digər verilişləri izləyənlər, gəlin bu çağırışa trendə qoşulaq. Bir dəfə Azərbaycan çempionatının oyununa gedək. Söhbət tək Qarabağa görə deyil. Qarabağın rəqibi Neftçi olacaq ona görə. Əla. Sabaha Əla bir təklifdir Əli. gəlin hamı gedək. Gəlin bir dəfə 15-20 minlik stadionda atmosferi yaransın. 10 min- Tofiq 10 min Bəhramov da 10 min bəsdir. hansı stadion Yox, hansı stadion nə qədər tutur da o baxımdan da. İndi Hə. 8 min tutan var, 5 Liq min tutan oyunlarında var. Azərsun Arenada olur. Hədə Azərsun da indi nə qədər tutursa o qədər, yəni nə yerləşirsə o qədər dolduraq, atmosfer yaransın və görsənsin ki, Qarabağ görsün ki, tək bunları Avrokuboka görə dəstəkləmirlər də. Yəni çempionatda da var. İmarət Eyni söz tayfanın Neftçiyə də aiddir. bəli. Neftçinin o fan klubları istisna. Neftçinin oyunlarına getmək lazımdır. Sabah Masazırda oynayır. Ora müəyyən qədər gəlir indi az-çox əhali gəlir kənarda. Çətindir, lokasiyalar bilirəm, tıxac o bu, amma yenə də bir dənə tur seçmək lazımdır ki, orada afiş olsun da. Yəni Amma belə Əli bir dənə rəngarəngli söz olsun. deyim. Bax müsbətə Anşlaq deyirik. olsun. Bir dənə Hə, onu da anşlaq. deyək də. Qarabağın özünün də çatışmayan cəhətləri çoxdur bu baxımdan. Stadionun girişində çox balaca bir fan store qoyublar. Çox balaca, çox sıxılı, nə işıq vurur, nə forma görünür. Sanki köhnə butqadan belə yaxınlaşır nəsə forma Hə, almaq butqat istəyir da- səni. Yəni bunları da dəyişmək lazımdır. Qarabağ özü istəyirsə, Qarabağ tərəfi məsələn İmarət tayfa möhtəşəm yağış, leysan baxmadı. Onlar Dayanmadan dəstək dəstək dayanmadan oldular, dəstək onlar oldular. gələcəklər. Qarabağ orada onlardan az idi. Qarabağ orada dəstək oldular. Yəni bu qədər yaranırsa ən çox gəlirdi valideynlər uşaqları gətirmişdilər. Bəli, bəli. Yaşı təxminən Oyun 13, 16, 17 arasında olan uşaqlar çoxluq təşkil eləyirdi. Əlbəttə ki, bilirik ki, digər təbəqə işləyənlər olur, yorğun olur. qayğılar Bunları var, başa ha. düşürük. Biz İngiltərə Ancaq deyilik, Almaniya Əlinin deyilik. təklifi çox əla bir təklifdir. Bir dəfə elə bir gün elan eləyək, məsələn, bir ay öncədən fərz eləyək, Qarabağ Kəpəz, Qarabağ Neftçi, Qarabağ Sabah fərqi yoxdur. Yox, seçki eləmir də, Neftçi Kəpəz olsun. Fərqi yoxdur. Yəni deməsinlər ki, sırf Qarabağa görə də. Yəni mən demək istəyirəm. Yox, heç olmasa əsas bir Liq məsələ Qarabağ- oyunlarında. Avrokubokda Qarabağ dəstəkləyirsə burada da olur. məsələn Sumqayıtı dəstəkləməyə gələn azarkeşlər olur, Turanı dəstəkləməyə gələnlər olur, öz meydanlarında keçirilənlərdən deyirəm. Ancaq sırf Qarabağdan başlayaq bir oyun olaraq ki, Qarabağ indi bu nəticəni göstərir. Digəri deyə bilər ki, məsələn, fərz edək, İmişli yaxşı nəticə göstərmir. Məsələn, utsalar da yazdıqların xalq Elementar silinir. səhvə Yox, görə. səhvlərdən də. Əlbəttə Hələ silinmə ki- Federasiya Komitəsi qərar verəcək, ya silinməlidir o heç. Hə, yəni təklifin əli yaxşı idi. Oyundan kənara çıxmayaq. Rafael, sən də oyun haqqında öz sözlərini de. Oyun haqqında həqiqətən oyun 2-2 olanda inandın ki, 3-2 olacaq. hə 2-2 də O artıq dedim hissiyat ki, var hə idi. var idi ki, çünki Benfica özü də başa düşmədi ki, necə vəziyyət bu yerə gəldi. 2-0-dan sonra onlar oyunu topu verdilər Qarabağa. Özləri Səncə çəkildilər Leandro dağa. niyə çıxdı? Adday niyə girdi? Yəni hansı Başa plan düşə üçün? bilmədiyim təkcə taktikalardan biri Leandro'nun çıxmağı idi. Niyə görə? Oyundan əvvəl bazar günü analiz videosu paylaşmışdı kanalda. Orada mən analiz videosunda qeyd eləmişdim ki, mən Qarabağdan taktiki gediş olaraq kontra hücumlarını gözləyirəm. Yəni oyuna elə hazırlaşmaqlarını gözləyirdim ki, Qarabağ əks hücum sistemi ilə oyuna çıxsın və bunu eləmək üçün də cınaqlarda daha sürətli futbolçuların mərkəzdə topla pas ata biləcəyi, topu daha yaxşı yönləndirə biləcəyi oyunçular lazımdır.
Ona görə mən orada təklif eləmişdim ki, sol cinahda Addayi, sağ cinahda Leandro, hücumçu olmasın, hücumçunun əvəzinə Zubir olsun ki, yarım müdafiə gəlib kömək edə bilsin oyun qurmaqda və əks hücumlara rahat çıxa bilməkdə. Aha. Oyun vaxtı da, yəni ikinci hissədə Qurbanov eyni şeyə getdi. Duranı çəkdi, orada Zubir keçdi, yalançı 9 nömrə kimi oynadı, sola gəldi, Addayi gəldi, sağda sonra Kaşuk gəldi. Sağ cinahda isə Kaşuk oynadı və Qarabağ zaten əks hücumdan tutdu. Kohalskinin uzun ötürməsi ilə Kaşuka, Kaşuk topu qəbul elədi, sonra Zubirə, Zubir də Kaşuka geri qaytardı. Kaşuk çox gözəl dönərək zərbə endirdi və burada kontratakı bitirdilər. Mən Qarabağdan gözlədiyim oyun bu idi. Analiz videosunda da bunu da qeyd eləmişdim və uzun toplarla çox rahat şəkildə rəqibin cinahlarını yarmaq olurdu. Çünki rəqib cinahları çox boş buraxırdı. Hər kəs öndə idi onun cinah müdafiəçiləri. Və Qarabağ belə götürəndə birinci qolu standart vəziyyətdən vurdu. İkinci qol sol cinahdan gəldi. Rəqibin sağ cinahına düşdü. Yəni Dediçin olan yerdə. Yankoviçin möhtəşəm pas. Hələ də o ötürmənin təsirində. Bəli, üçüncü qoldakı yenə Kohalskinin ötürməsi Yankoviçdən daha yaxşı idi. Məsələn, Kohalski deyil, qapıda Ederson Kohalski. Yəni Kohalskinin o ötürməsi, Kaşukun topu qəbul eləməsi. Çox qalmayacaq Kohalski. Mən belə baxıram ki, Təzə özünə gəlib siz də dərhal aparmayacaqlar ki, elə bir özünü sübut eləsin, bir iki oyunda o. bir oynasın belə demirəm. Çempionlar Liqasından sonra növbəti mövsüm. Çempionlar Liqasından sonra oyunçu saxlamaq. Məncə Yankoviçi saxlamaq çox çətin olacaq. Dünənki oyundan sonra ümumiyyətlə, yəni mənə elə gəlir ki, skautlar Avropa Yankoviçi saxlayıblar bu vaxta kimi, məncə saxlayacaq. Yox, Qarabağ baxır da hansı, bax Benziyanın gedişi zamanında Kadinin gedişi olur da belə futbolçular. Patrik Andrade'nin o vaxt Leandro Andrade təklif eləmişdilər. 3 milyon səhv eləmirəmsə ərəblərdən gəlmişdi. Satmadı Leandro Andrade. Amma dünən bizdə futbol bəxti deyirlər. O da bir qədər Qarabağın yanında idi. Məsələn, o Duranın 2-2 etdiyi epizod ki var idi, yəni. Orada məsələn top çıxa da bilərdi. Yəni istiqamət də dəyişə bilərdi. Dirəyə dəyib geri dönə bilərdi. Amma dirək şansımızı biz istifadə elədik də Kadiyə. Hə, bəli, Kadiyə. O nə epizodu idi? O nə epizodu idi? Yankoviç vurdu, qapıçı çıxartdı. Kadi vurdu, dirəkdən qayıtdı. Yəni dəhşətli bir şeylər olurdu. Artıq həmin vaxtı mən 30-cu dəqiqədən sonra oyun çevrildi də. Açıq aydın çevrildi. Həmin vaxtdan sonra artıq mən inanmağa başladım ki, yox Qarabağ, Qarabağ da özünə inandı. Bir top ki vurduq biz, 2-1 olduysa, Qarabağ özünə inanmağa başladı ki, biz nəsə eləyə bilərik. Braqanın paylaşımını gördün? Hə, gördüm. O gördüm ki, Braqa ümumiyyətlə dostlaşıb əməlli. Qarabağla. O məğlubiyyət onlara ləzzət eləyibsə, özlərinə ləzzət eləyibsə, paylaşırlar. Qarabağın bir də məğlub edə bilmədiyi, ümumiyyətlə qarşılaşmadığı bir portu var. Bir də Sporting var. Sportingə məğlub olmuş. Məğlub olmuşdular özü necə? 6-1 səhv məğlub olmuş, yoxsa 6-0 idi, 6-1 yadımdan çıxdı. Sportinglə haqq hesabımız qalıb. Biraz da Sportingin elə bir vaxt gözləməliyik ki. Onsuz da Sporting indi biraz yerlənmə dövründə. İndi onsuz da düşənməyəcək də. Duran zəif vaxtını tutmaq lazım. Duran məsələsinin sonu necə oldu? Bir qədər fikrim yayındı. Duranda bir dəfə mən bundan əvvəl də bir podkastda danışdım ki, Duran dünən qaçırdığı epizod var idi ha. Bax 2 dənə fərqli epizod qoyaq da yan-bayan. Qoya bilsən əla olar fayla epizodlar şəklinə. Duranın birinci hissədə qaçırdığı qapıçının üzərinə vurduğu epizod və ikinci hissədə topu qəbul edib dərhal zərbə endirməsi. Və qapıçının qorumadığı küncə vurdu. Sual olunur. Mən bax istəyərdim bizi izləyənlər ona cavab yazsınlar rəydə ki, Nəriman Axundzadə olsaydı birinci epizodu qaçırdardımı və yaxud əks sual. Nəriman Axundzadə ikinci epizodda qol vura bilərdimi? Yox. Məncə vurardı. İkinci epizodda Nəriman açıla bilməzdi o epizodda. Çünki Duran daha sürətlidir və daha cəhdli. Sürəti var, amma məncə mənim fikrimcə birinci epizodda Nəriman qol eləyərdi. Birinci epizodda Nəriman qol eləməyəcəkdi. Niyə? Eləyərdi. Birinci epizodda Nəriman Kadiyə ötürmə eləyəcəkdi. Kadiyə. Yox, bildin hansı da? Yəni qapıçının üzərinə vurduğu epizodda. Yox. Hansı epizod? Kadi gətirdi, ötürdü Durana. Duran yenidən onun Kadiyə qaytarmalı olan epizodu deyirsən. Hə, bir yaxı əli ilə belə elədi. Qapıçının üzərinə vurdu, qapıçı çıxartdı. O orada Nəriman qapıya udar vurmayacaqdı. Qapıya zərbə olmayacaqdı, o ötürəcəkdi Kadiyə. Niyə yerdən aşağı küncə vurmayacaqdı Nəriman? İnanma. Mənə elə gəlir ki, onu vuracaqdı. Çünki Kadinlə o bucaq deyir, orada yox, o Kadinlə Nəriman çox oynayıblar bir yerdə. O artıq ötürməni qəbul edəndə Kadinin qaçdığını görürdü. Yəni ki, stadiondan da yəni oynamışıq. Mənim fikrimcə Nəriman ötürmə eləyəcək. Şkendiyanın oyunda neçə dəfə Zubirə top elə çıxartdı, arxası dönük, topu qəbul elədi, atdı cınağa Zubirə. Çünki bir yerdə oynayıblar. Duran isə bunlar bir yerdə çox oynamayıblar. Duranın çiy olmağı görsənirdi. Bir neçə epizodda qısa ötürmələrdə Duran anlaşmaq
biraz axsıyırdı anlaşmaqda. Amma sonradan Sonra yavaş-yavaş bir epizod oldu, ikinci o hissədə. görsənirdi. Amma o bir Sağ irad kanada kimi topu bildirə qəbul bilməli idi. elədi, aldatmağa Bəli. çalışdı üç oyunçunu, pas atmadı. Keçdi. Kadiyen orada Ay, sağ ol, əsəbləşdi ona. düzdür. Amma Kadi də oyunda çox görünməli, o möhtəşəm keçirdiyi, Bəhlula ötürdüyü top var idi. Bəhlul Bəli, bəli, offside. Düzdür, oyundan kənar vəziyyəti idi. Ancaq yəni onu düz onun futbolçunun başına Heç kim onun klası ilə şübhə eləmir olsun. Sadəcə o yəni Yankoviçin zədəsi bu arada. Yankoviçin Qısa olmalı. Ciddi zədəsi deyil. çox ciddi deyil, açıqlama eləyək. Təxmini 10 gün bərpa müddəti var. Böyük ehtimalla inşallah ümid eləyək ki, 1 oktyabr Kopenhagenlə oyun günü artıq Yankoviç meydanda olacaq. Yankoviç də dünən tez zədələnmişdi yəni. Hə, bəli, Oturdu birinci yerə, hissədə zədələndi. Əzələsində problem var idi. ümumi olaraq Ancaq 77-də dəyişildi. də. Davam Sonra, etdi, ancaq artıq Özü gördü da- ki, dözə bilmir. Ona görə belə deyək ki, əvəzlənməsini istədi. Adday da nə demək istəyir? Adday nəsə çalışır deyələm. Hə, Adday vuruşurdu həqiqətən. Adday zaten belə deyək, həqiqətən fiziki olaraq güclü olduğuna görə çox çalışır. Yəni dayanmır. Adam belə deyək də igidi öldür haqqın yemək oyunda vuruşur. Dayanmadan yəni çalışır ki, nəsə eləsin. Yenə nəsə çatmır da. Yekun ballar versə də dünənki oyunda Qarabağa. Sıralama ilə UEFA-nın seçdiyi Bikalyo mu 1-də verərsiniz yoxsa Yankoviç 1, Yankoviçə 1 verirsən. Bəli. Sonra Duran qoyaq 2-yə. aha, Koxalski 3. aha. 5-li tərtib eləyək də. Sən Bəhlulun haqqına niyə girirsən? Bəhlulun haqqına girmirəm ki, Hə. komanda zaten hamısı gözəl oynadı. Mən komanda ümumi Yəni 5-liyə ya 4-liyə Bəhlulu salmazsan? yox. Yox, yaxşı. Matius Silva salardım ora. Silvan, aha. Bəzi vacib epizodlarda yaxşı müdaxilələr Yaxşı. etdi. Mövqe seçimi düzgün idi. Beş çox nömrə? epizodda. Qurban Qurbanov. Qurban Qurbanov heç də o memardır o. Memarı Amma Kim 5 qaldı? 5-i dənə 5. Yankoviç desən, Leandro yaxşı. Sən də Ümumən bir məsələyə toxunmaq istəyirəm. Dünən oyunun ən zəifi Qarabağ adına dəyərləndirməyə görə deyirəm 6.2 balla Koxalski seçilib. Mən məsələn ən zəif görməzdim. Ümumiyyətlə yəni mən 7-dən aşağı Qarabağın dünən heç bir futbolçusuna qiymət verməzdim. On Bütün üzərindən. futbolçular 10 üzərindən 10-dan 7 bal verərdim. Minimal ən aşağı olaraq. Çünki bütün futbolçular çalışdı, əlindən gələnin ən yaxşısını etməyə çalışdılar. Mənə görə oyunun ən yaxşısı Yankoviç idi. Ondan sonra ikinci pillədə seçərdim. Kimi seçərdim? Kadini. Üçüncü yerdə John Duran. Dördüncü yerdə Leandro Andrade. Daha sonra Mateus Bəhlul. Camilo Duran. John Duran fənə. John Duran nə idi? John Duran Hə, o əməliyyat. da dilimizdən çıxır da Duran. Camilo Duran, hə. Əsas durur. Duran. Yatmayıb. Yatmayıb, hə, o yatmayıb. Mateus Bəhlul, daha sonra Medina. Medina'nın bir epizodu oldu ki, Qarabağ ümumiyyətlə fikir verdisə, müdafiədən uzun zərbələrlə topu uzaqlaşdırmaq, top məndən getsin çıxmadılar. Ancaq Pasla, ötürmələrlə qısa çıxırdılar. Düzdür, bəzi epizodlarda səhvə Səhv yol elədilər, verirdi. hə, bəzi. Ancaq yəni israrla Öz bildiyindən dönmürdü. Deyirəm də dünən Vabanka getmişdi. Əməlli səfərdə Vabanka getmişdi. Doğrudan Vabanka Həm getmişdi müdafiə ya. anlamında çıxışda, həm hücumda pressingdə o cür komanda. Məncə 2-0-dan sonra Qarabağ artıq başa düşdü ki, itirəcəyi bir şey yoxdur, oynamağa başladı. İlk 15-20 dəqiqədə Qarabağ Fikirləşirlər ki, hə, bəlkə müdafiə olma, bəlkə belə ki, başlayan kimi qol Mən razı deyiləm. Mən yenə deyirəm. Qarabağ baxdı ki, zaten Rafael, mən yenə də başladılar o oynamağa. elementlər dedim ha, pressing. Onu mən 4-cü dəqiqədə skrin bax epizoda skrin eləyib qoyarsan. 4-cü dəqiqədə artıq Qarabağ öndə pressing eləyirdi. Yox, aydın ki, məsələdir. pressing- Kontur pressing eləməsə Qarabağ mümkün Yox, deyil. aqressiv pressing deyildi, zonal pressing idi. Amma yenə də eləyirdi. Çünki Qurbanov fikirləşir ki, Əli az öncə dediyimə yenidən qayıtmaq istəyirəm. Mənim yaxşı dayaq yarım müdafiəçilərim yoxdur, hücumu qarşılasınlar və Mərkəz boş. Riosun oyunu olsun, Barnechea idi. Onlar yəni dəhşət top alırdılar. O futbolçu bir epizodda o Dediç idi, yoxsa Barnechea idi. Addaydan top aldı. Dedi. Adday axırda Hə, Dediç, Adday axırda öz dinama yaxşı götür topu get. Adday alır, Dediç gəlir ayağından götür. Adday alır, Dediç Dedi götür. yəni 50-60 milyona satılacaq Dünən oyun. deyəsən. Sarı kart, sarı vərəqə statistikaya baxaq. Məncə Sarı vərəqə demək olar ki, məncə də çox xatırlamıram. Sarı vərəqə məndə Sarı olmayıb, yadımda bəli. deyil. olmayıb da, ona görə deyirəm. Olmayıb. Olmayıb. Yox, Hə, yox, çox sarı vərəqə. çox nadir 0. oyunlardan biri olur ki, yəni belə 5 top vurulsun ancaq sarı vərəqə. sarı olmasın və belə şey dinamik, belə
Pressingli oyun olsun. pressingli oyun olsun və sarı vərəqi yoxdur. Ona görə deyirəm, çox Baxıram elə. bilsən niyə yoxdur? Bax dedi niyə Atayın ayağının altına alırdı. Oyun ərzində 4-5 elə topalma oldu. Yəni bizdən biri, onlardan Təmiz 2-3 dənə. oldu. Hamısı təmiz yerinə yetirildi. Ona görə də hakim oyunu öldürmədi. Hakimlər Yox, bəxtimizə sarı yoxdur. Lambert və bundan əvvəl Fransalı Bəli. Clement Turpin. O Trossardın qardaşı. hə oxşayır. Trossard da yeri gəlmiş Arsenalda dönən deyəsən. Bəli, bəli. Hopka veriblər oyuna girəndən Bəli, sonra. gol vurdu, bir də Martinelli var. Və o bu hakim. İkisi də Qarabağın bu iki oyunda hakimdən gilə-güzar eləməyə haqqı yoxdur. Oyunu Yəni, möhtəşəm keçirdi. Hə. Hakim dünən oyunu heç saxlamır. Düzdür, bəzi oyun epizodunda bir epizod oldu. Oyunun başlanğıcında kim pozdu 3 dəqiqə qaydanı? 2 fol var idi Qarabağın. Bikali pozmuşdu deyəsən. Çox kobud Kobud oynadı. pozdu, həddindən artıq. Dedim sarı vərəqə 100% veriləcək. Hakim sarı vərəqəni çıxarmalı. Oyunun 1-ci dəqiqəsi idi, 2-ci dəqiqəsi idi. Cərimə zərbəsi vurdu 3 Benfica. dəqiqə 2 Orada fol var idi. çox kobud oynadı Qarabağın futbolçusu. Yəni sarı vərəqəni haqq edirdi. Ancaq hakim oyunun əvvəli idi. Dedi ki, Öldürmək gözləyə. istəmədi. Öldürmək istəmədi. Yəni hakim möhtəşəm oyun apardı dünənləri. Yəni Qarabağa çox düşərli bir şey oldu. Yəni yenə də fikirləşirəm ki, nə vaxtsa desəydilər ki, ola bilərdi məsələn Çempionlar Liqasının ən axırıncı turu Benfica fərz eləyək ki, ilk 8-liyə düşüb və yaxud da ilk 24-lükdədir. Heç bir Stimulu yox. stimulu yoxdur. Qarabağda məsələn çıxa bilmir. Qarabağ utsaydı yenə də ona don geyindirənlər olacaqdı ki, Benfica gördü ki, xal lazım deyil, oyunu verdi, nə bilim belə elədi. Bizdə xoşlayırlar axı hər bir şeyə don geyindirməyi ki, biri Vedrə bağlamağı var. biri deyir satılıyor. Niyə satsın? Niyə satsın? Kim satar? Benfica'nın 2 milyon, 3 milyon pulu yoxdur. 2.1 milyon avro Bəli. UEFA tərəfindən verilir. Təxminən 4 milyon manat. Bəli. Təmiz 4 milyon manat Qarabağın balansına Kassasına. köçdü. Və Rafaelin də bir sözü var idi ki, o Kaşuka verilən ümumi 1 milyon manat halal xoşu olsun ki, Bəli. onun zərbəsi ilə. Kaşukun epizodu gördünüz də, yəni. Zubir burada əsasən futzalda olur, qısa. Və onsuz futsal Dar deyilən. alanda Futzaldan gəlib, dar məsafədə Yox, ötürmələr yaxşı, onu edirlər başa düşmür. bir-birinə. Ziya, o verdi. Onun ağlı onu kəsdi. Kaşuk da ağıllı hərəkət elədi. Verdi topu, baxdı, getdi açıldı. O 4 dənə futbolçu ora nəyə qoyublar? Gözləmirdilər. Bir dənə ortada düşüb bu. O Bənövşə bəndə düşə oynayır elə bir. Düşüb və ani hərəkət. Baxdı ki, heç kim nəzarətsizdir. Getdi açıldı, topu qəbul edən kim də. Bilirsən, Mən orada nə fikirləşmədi. gözləyirdim? Əli? Döndü vurdu. Mən gözləyirdim ki, Kaşukda oradan arxadan gələn futbolçuya topu ötürəcək. Kimsə uzaqdan zərbə endirəcək. döndü vurdun. Benfica futbolçuları inandırım sənə, fikirləşmirdilər ki, Qarabağda belə bir futbolçu olar ki, çevrilib dərhal zərbə endirər. Onlar gözləyirdilər ki, arxadan çünki futbolçular gəlirdi, Kadi də gəlirdi, Zubirin özü açıla bilərdi zərbəyə, amma Zubir bilir ki, zərbəsi elə ayağı qüvvətli deyildi, yəni qapıçı tutacaqdı. Amma gözləmirdilər. Kaşukda topu yerə vurdu. Qapıçı topu tullanmadı da. Niyə? Çünki qapıçı gözləmirdi. Gözləmirdi. Yerə Ümumiyyətlə vurdu. gözləmirdi o. Qapıçı baxdı topa ki, mən neynim artıq top qapıdan keçdi və hesab oldu 3-2. Allah. 3-2-dən sonra artıq Bəhlulun birdən qurtarışı var. belə 3-2-dən 3 olsaydı əl nə deyəcəkdi hamı? Havalanardı. Ya hamı deyəcək, ayda Saxlaya gözləyə Saxlaya bilmədilər. bilmədilər Biz hesabı. O İnanmıram. hesabı, o Əsas. kreditimizi artıq biz Leverkusenlə oyunda verdik də. Hə. Leverkusenin 2 top Gəldi hər qabaqda oyunda idi. axırda buraxdı. Onu artıq vermişdik, artıq keçirdik. Bu dəfə də heç olmasa bizim tərəfimizdə Bu olmalı dəfə idi əksinə bə. oldu da. Amma indi Orada Əli biz qabaqdaydık. qarşıdakı gəldilər, oyunlar var. Gözləmədiyimiz bir halda, yəni Benfica-nın oyundan öncə bizə bir xal versəydilər nə edərdik? Sevinərdik. Yəni möhtəşəmdən də əlavə bir şey olardı. Yadımdan çıxıb neçə xal siz vermişdiniz qrup mərhələsində, liqa mərhələsində üzr istəyirəm. Ayda. Mən deyəsən Mən 4 beş xal. xal. Mən 4 xal. 3 bir gələ 5 xal da. Mən Üç altı 3 deyəsən. Kopenhagendən bir də heç 3 kim xal və ya 5-6 demişdik də. 3 xal, Və- 3 keçə, 3 xal, bir qələbə, 2 Mən 6 keçə, deyəsən demişdim. 5-6. Bunun 3 xalı artıq qazanılır. Qarabağ ilk turdan sonra böyük ehtimalla ilk 8-likdə olacaq. Çünki Hada zaten. yəqin ki 8-likdə olar. Maksimum 11-ci, 12-ci yer olar. Çünki müsbət 1-dir. Qarabağ hətta top ikinci fərqi- turdan sonra da ola bilər 2-8-də qalsın. Ona toxunuram. Kopenhageni İndi bizi məğlub eləsə. Kopenhagendən oyun gözləyir. Bəlkə də çoxlar fikirləşər ki, Benfica səfərdə udmuşuq. Kopenhageni Desən göz yumulu Brestin keçərik. elədiyini biz də eləyərik. eləyə bilərik. Amma Brestin növbəti mərhələyə play-offa çıxandakı elədiyini O eləmək lazım istəmirik. deyil. Onu O lazım deyil. Onu istəmirik. Kopenhagendən oyun. Bu əsas Qarabağ üçün bu yer. Kopenhagen uda bilərik, Ajax uda bilərik. Ajaxın yəni bu mövsüm bərbad olduğunu nəzərə alsaq. 9 xal.
Gəlin 9 xalla ilk 24-dəyə girə bildik. Amma- Türkiyədə qardaşlarımız hesablayır. Dortmund buna 3 Hə, xalla. yox, Sinan Engin zad Onu deyirik biz amma mən məsləhət yox, daha doğrusu öz adıma mən oyunlara yaxın danışıram. mən inanırsan dünənləri oyuna baxıram. Qarabağ ikinci qolu vurdu da Duran. Sevinmədim ki, durdum baxdım ki, görüm nəsə olmayıb. Mənim offside falan ki, görüm adam inanmır axı gözlə Birinci baxırsan qolda oyuna ola adam ki bilərdi gözünə Rafael. inanmır. Birinci Hə, qolda mən bu elə yan bildim baş ki, Duranın orada top əlinə dəyib. Fikir verdinsə, Hə, topa qalxanda. rikoşet qayıtdı top. Mən dedim, bu vara baxacaq, dedim oyunu göstərdilər ki, Dərhal Oyun davam epizodu hər edir. iki epizodu epizodda dərhal başladılar. Dərhal Çox başladılar. gözləmədilər. Elə 3-cü epizodda da, yəni elə bir Amma mübahisəyə Kaşuk- doğuran heç bir hal olmadı və indi Kopenhagenlə oyuna gəlirəm. Bu Kopenhagenli biz bir dəfə Bakıda məğlub etmişik. Bəli. Düz səfərdə məğlubiyyətə bərabər qələbəmiz olub, məğlub olmuşuq, amma mərhələ Çempionlar Liqasında adlamışıq. Elə ümid eləmək istəyirəm ki, ikinci Çempionlar Liqasında da sıçrayışımızı birincisini Kopenhagen üzərindən etmişiksə, ikincini də gəlib Kopenhagen üzərindən edək. Kopenhagen mənim fikrimcə Bakıda oynasaq da Benfica qədər Benficadan da çətin bir rəqibdir. Benfica nə təklif edirdi bizə? Açıq oyun. Açıq oyun. Benfica-nın ümumiyyətlə mən oyunlarına baxdığım gündən müdafiə futbolu oynadığın Mourinho gəlməsə görməmişəm də. Öldürməsə də futbolu. Hə, futbolu qatildir artıq getməlidir o. Pensiya. Kopenhagen amma necə bir komanda? Kopenhagen Müdafiədən oynayan. Çempionlar Liqasında Manchesterlə Qalatasarayla düşən qrupda Qalatasaray 2 oyunda 1 xal aldı. Hansı ki elə 2 oyunda da məğlub ola bilərdi 90-cı dəqiqədə. Bəli. Tetena vurduğu Bəli. qolla 1 xal Gözəl qazanmışdı. qol vurmuş. Və Kopenhagen burada gözləyəcək ki, Qarabağ onun üzərinə gəlsin. Bəli. Kopenhagen oyundan öncə bizim taktik analizimiz də olacaq. Bəli. Podkastımız da olacaq oyundan öncə. İndi qısa toxunmaq istəyirəm. Fərz eləsək ki, Qarabağ Kopenhageni qalib gəlib 6 xalımız olur. Artıq bu bizim üçün möhtəşəm bir nəticə olacaq. Bəli. Yəni bunu Tahir Gözəlçin 15 milyon əlavə avro Ay, demək. sizi axırda buxalteriya götürəcəklər ki, gəlin. Mən buxalteram İkiniz ona da. hesablayırsınız Mən falan. mən buxalteram. hesablamıram. Mən neynəmişəm? 1 milyon qazandı. Əgər qazansınlar da qoy. Mən onu demirəm. Mən istədiyim bilsən Qarabağdan. Amma nədir? söhbət- Bu belə axırıncı yox, axarıncı olsun da. Mən istəyirəm Olsun. ki, Qarabağ məsələn komandanı daha da təkmilləşdirsin, daha da yaxşı eləsin ki, gələn mövsümdə burada olsun. Bizim tənqidlərimiz nə idi Ali? Bizim tənqidlərimiz o idi ki, Qarabağ Qarabağın daimi çempionlar Liqası. daha yaxşısını klublarımız Bax üçün indi Ziya bu istəyirik. tənqidlərə bəzi həmkarlarımız da bu axına qoşulub. Ümumidə azarkeşlər yazıyor. Nə oldu bəs Qarabağı tənqid edirik? Dünən bir Boşluqları oyun idi. dedik də. Yox, dünən bir oyun idi, alındı. Yəni Bəli. 3-0 da ola bilərdi. Biz o heç nə çevirənməzdik, daha böyük hesaba gedə bilərdi. Hə. Ağıl, inad, istək, əzm hamısı toparlandı. Rəqibin verdiyi boşluqlar bizi gətirdi, qalibiyyətə daşıdı. Yəni bütün bunu sadaladığımız Kölgə yanda salmaq olmaz. istəmirik, Hə, yox, bəli. yəni bütün bu xoş şeylərin yanında Amma, rəqibin də zəif cəhətləri Əli, oldu. Amma bu o demək deyil. Bax, onu deyirəm. Yankoviç zədələndi. Yankoviçin yerinə kim oynayacaq? Məsələn, fərz eləyək ki, Allah Kadinin. göstərməsin, 3 ay zədəsi var. Kadinin növbəti oyunda sarı vərəqə cəzalısı oldu. Onun əvəzinə kim oynayacaq? Heç. Yəni bizim kimlərlə oyunlarımız var? Liverpool'la oyunumuz var. Örtbasdır elədi. Duran mərkəz hücumçusu deyil də. Daha yaxşı oynadı. Amma Musa'nın bir epizodu oldu, qaça bilmədi. Hə. Musa gördü. Özü Qaça oyuna bilmədi təzə də. girib. Musa başı qarışmışdı bu həftə. Qarışsın, buna bir qaçamıyor. şey demirik, amma Pası da ata bilmədi. Bəlkə məşq amma eləmişdi. bunu Kaşka demək pas istəyirik ki, biz transferlər deyəndə Tahir Gözəli tənqid eləmək mənim heç xoşuma gəlmir. Qarabağın bu qədər Qurbanov iş görüb tənqidi necə eləyirik? Deyirik ki, istəyirik də yaxşısını istəyirik, daha da yaxşısını. Mən də Rafael səninlə danışanda demişdim ki, Ferencvaroş da sübut eləsən, dedim Benfica məsələn uda bilər. Dedim Qarabağ Benfica-la da bacara bilər. Bu o demək deyil ki, heyətin kasad olmalıdır. Heyət nə qədər geniş olsa, nə qədər sən rotasiyaya gedə bilsən, biz Oyunçular daha az yük bəli, düşər. oyunçulara az yük düşəcək. 65-ci dəqiqədə sən bir futbolçunu çıxarıb digərini onun yerinə rahat ata biləcəksən. Bu 8 oyunluq perioddur. Birinci oyunu sarı vərəqə almadı. İkinci oyunda qırmızı vərəqə ola bilər, sarı vərəqə ola bilər. Artıq Hər bunlar halda, yəni bütün tənqidlər boşuna deyil də. Yəni Əlbəttə ki, boşuna deyil. yerində idi. Yəni bu qələbə bizi eyfariyaya salmasın, bizi göylərə qaldırmasın. Yoxsa pis yerə düşər. Göylərə qalxmalıyıq nəticəyə görə, amma ümumi olaraq növbəti oyunları düşünməliyik. Təklifimiz nədir? Bitirək növbəti. Çünki çox danışdıq. Məncə daha yaxşı danışdıq. Ümumi də, yəni tək bu mövzudan danışdıq deyə hər şeyi əhatə eləyə Sən bilirik. Çempionlar Liqasından da biraz danışaq da Ali. Çempionlar Liqasından mən dedim Dünənki xəbərdə söz nəticələrdən. verdim axı biz bu gün ancaq Qarabağdan danışacağıq. Qarabağdan deyəcəklər ki, az danışdınız da. Yox, kifayət bir 45 dəqiqə olar ki, 40 dəqiqə olar ki, danışmışıq. Bilmirəm, istəyirsiniz, yəni davam eləməyə mən o bəzi Çempionlar tezisləri- Liqası- Çox şey danışmaq Hə, olar. bəzi tezisləri növbəti buraxışa saxlayaq da. Qoy Kopenhagen oyunun öncəsi də bəzi məsələlər qalsın. Kopenhagen oyun öncəsinə düz 2 həftə vaxtımız var. Ona görə
Nə Çempionlar Liqasında nə nəticələr deyirsən? Juventusun Ümumi nəticələrə 4-4 danışmaq Hokka olar. verdi. Real Madridin qırmızı Juventus. vərəqə ilə 2 penalti ilə qələbə qazanmağından danışmaq olar. Sabah elə türk futbolu üçün də Galatasaray Eintracht səfərinə gedəcək ki, hansı ki həmin Eintrachtla Qarabağ Bakıda qarşılaşacaq. Bu oyunlardan da danışmaq olar. Ona görə bildirmək istəyirdim ki, danışaq. Mən danışmaq istəyirsən Rafael, Galatasaray Eintracht oyunlarına gözləyirsən. Mən Qəşəng danışmıram sual. Çempionlar Liqasından. Çünki Qalatasaraydan qələbə gözləyirəm əslində qalsa. Lakin Qalatasarayın Avropadakı oyunlarına baxanda, yəni Bu il məncə adam yəni gözü tam fərqli qorxur. bir Osimhen, Viktor Osimhen zədəsi var idi və Bəli. bildirilir ki, böyük ehtimalla əsas heyətdə oynayacaq. Barış Alper yenidən əsas heyətə qaytarıldı. Transfer olmağı ilə bilirdik ki, Almanların bir şeyini yəni deyərdim ki, açıq futbol oynayırlar yəni. Onlar mənim fikrimcə Galatasaray bu oyunda qalib gələcək. mən də Niyə? qələbə gözləyirəm amma. Çünki bu il Okan Buruk Türkiyə Süper Liqasında nə edir etsin, heç kimə maraqlı olmayacaq Bəli. Bu Galatasaray il pis nəticə azarkeşinə. göstərsə göndərəcəklər. Çempionlar Liqasında liqa mərhələsini keçə bilməsə, Göndərəcəklər 100%. göndərəcəklər. Böyük ehtimalla ona görə Okan Buruk əlindən nə gəlirsə eləyəcək. Eintrachtın da heyəti bir qədər zəifləyib. Bayer Leverkusenlə oyunlarına baxdım. Leverkusen 9 nəfərlə qalmışdı. Grimaldo cərimə zərbəsindən qol vurdu Eintrachtda 3-1 etdi hesabı. Ümumilikdə məncə Ekitikenin də gedişi Marmuş təsir getdi. eləyib. Marmuşin daha çoxdan getmişdi, son olaraq Hə, deyirəm. Məncə Eintracht öz meydanında qələbə qazana bilməyəcək. Türk azarkeşlər nə edib? Almanların biletlərini alıblar. ki O orada şey Hə. daha çox ənənəvi olsun. strategiyadır. Yəni bunu edən azarkeş varsa, biz bilirik ki, bizi səfərdə dəstəkləyən məsələn mənim bir iş yoldaşım dünən getmişdi, elə Qarabağın oyununda idi, dəstək olurdu. Ancaq azdır da bizi dəstəkləyən azarkeşlər Türk klubları üçün gör nələr edirlər. O ənənə çoxdan forma Bizdə almışdı. futbol azarkeşi Ənənə yoxdur çoxdan axı, forma yəni almışdı. bu Yox. söhbət eləmişik də Bir biz. də bir məsələ də var da. Tutalım Almaniyada oyun gedir də. Almaniyanın yarısı türklərdən ibarətdir. Mərkəzi şəhərlər, restoranlar, da böyük Düzdür, yerlərdə türklərin öz düzdür. icması var, belə deyək də. Bir şəhər kimi 4 salıblar. milyona yaxın türk yaşayır Almaniyada. Çox 4 olur. milyon. Qanunla ha, yəni. Hə, Çox olur. miqrantlar Məncə çox olur. ümumi olaraq 4 Amma milyon. ümumi götürün bəlkə 6 milyon, 7 milyon Olsun rahat da var. 4 milyon götürək də orta statistik. Ya o təbii ki, ora Qalatasaray gedəndə bir şəhərdən Frankfurta uçmağa nə var? Daxili restoran. Könlün yarısı Qalatasaray. yəni o Yəni qədər- mən Rafael axırıncı bloqumda deyirəm ki, Zirədən 20 azarkeş olardı gəlmişdi. Zirələ Qarabağın stadionunun arası, Əmircanın arası neçə kilometr olar? Zirənlə Qarabağ Zirə oyununda Zirənin azarkeşləri Hə. bir 20 nəfər azarkeş gəlmişdi. Zirənin məsələn də hava limanından Ara- çıxdı 30-40 kilometr bəlkə şəhər Bəlkə az istiqamətində 50 olardı. kilometrdir Zirədən az olardı. mərkəzə, amma Hə, belə niyə də 20-30 gəlməmişdilər? kilometr, hə. Çünki cavan uşaqlar gəlmişdilər, orada dəstəkləyirlər komandanı. Yəni bu bizim özümüzdən də asılıdır. Olsun cavan uşaqlar, məsələn 15-16 yaşında uşaq, 14 yaşında biz də özümüz də getmişik də futbola. Mən məsələn gedirdim hansı ki bizim bölgənin futbolu olurdu. Gedirdik, otururduq orada, hasarın üstünə çıxıb baxırdıq ki, futbola baxaq. Bəli. İndi hər hansı bir Çatan deyil axı. O məsələ var, ola bilər. Əlçatan niyə özümüz oynayırıq, gedib bax. İndi hər hansı bir uşaq gəlib atasına yaxınlaşsa ki, mənə 3 manat pul verdi, mən gedim Əmircana, Qarabağın Zirəyə dəstək olum, gəlim. Biletsiz buraxırdılar. Bilet Hə, aldı, bilet- düzdür. Yəni çox sıxmırdılar da, yox. Simvolik də olmaz. bilet, hə. Simvolik bilet aldıq. Ən orta sektora, ən baha satılan biletləri aldıq ki, oturaq normal yerimizdə bax. Ancaq yəni Kim harda istəyirdi orada otururdu. kim onun yağış idi, onu qoydum bir tərəfə. Amma yəni bunları formalaşdırmaq lazım. Azarkeşlərlə işləyən adamlar olmalıdır istənilən bir klubumuzda. Stadiona Sən deyək ki, cəlb edən. Kəpəzdə falan var ha. Bəzi bölgə Kəpəzdə mən bilirəm ki, azarkeşlərlə işləyən yəni bir Kəpəzin Turqan da dostumuz o indi da. bu il yaxşı nəticələr göstərsə, öz stadionuna Kəpəz keçsə, Ondan Stadion bilirəm ki, var. dolacaq. hə, stadion dolacaq. İndi dəstək olmaq lazımdır. Kəpəzin neçə illərdir Yo, Azərbaycan misal çempionu çəkdim olub. də, hə, yəni Hə, onların azarkeş e, qrupu var və Məsələn, Azarkeş qrupuna nə və onlar ayırmaq klubdan lazımdır? nə isə də hələ belə. Mən dəfələrlə söhbət eləmişəm Turqanla. Deyir, klubdan dəfələrlə rəhbərlik onlarla hesablaşmağa məcbur deməyək, amma bir borc bilir özünə. Əlbəttə ki, Borc borc bilir özünə. bilməlidir ki, Bax, o bəli çox dəstək xoşuma olurlar. gəlir onlardan. Məsələn deyirəm ki, klub olaraq Zirədə azarkeşlərlə iş üzrə adamlar tutsa, məsələn, bir böyük avtobus tutulsa ki, uşaq indi əgər gedirsə, hamı oturub getmək istəmir ki, bir avtobusa 100 nəfər də azarkeş sığdırmaq olar. Nə bilim, böyük azarkeş kütləsi də girə bilər. Yəni bunları təşkil eləmək lazımdır futbolun inkişafı üçün. Bu qaçınılmaz faktdır.
Bəli, məncə hələ yekunlaşdıraq. Yekunlaşdıraq. Getmək istəyirsə, yorulmusan. Yox, yorulmaq deyəndə onsuz da Qarabağdan çox danışırıq. Həm efirdə, həm belə deyək də digər həmkarlarımızın dəvət elədiyi podkastlar və yaxud və özümüzün bu bizə aid olan podkastında ona görə çox danışdıq və amma mənə elə gəlir ki, kifayət qədər danışdıq oyundan. Hamı da öz fikrini bildirə bildi. Bizi Rafael bir dəfə çağırırsan də olar. Mənim ürəyim doldu. Gələn verilişdə Gələn çox saxla da danışırıq. mövzuları saxla hər dəfə, yəni təkrar danışmayaq. Gələn dəfə də digər nüanslardan danışarıq. Dostlar, bizi sona qədər izlədinizsə hər birinizə təşəkkür eləyirik. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində təklifləriniz, iradlarınız varsa bildirməyi də unutmayın. Sağ olun və salamat qalın. Sağ olun. Sağ olun.